imbalans, order blok, indikatorlar, likvidlik xəritəsi, nə bilim, xəbərlərlə əməliyyat açırlar. Bu traderlərin heç biri uğurlu traderlər deyil. Yəni uğur qazanmaları da mümkün deyil. Əməliyyat açmadan qabaq texniki analizi ona görə etmək lazımdır ki, qiymətin harda olduğunu müəyyən edəsiz. Yəni onu müəyyən etmədən, yəni qiymətin nə etmək istədiyini bilmədən əməliyyat açan trader stopun da, profitin də hara qoyacağını bilmir. Yəni sadəcə olaraq əməliyyat açır, qiymət məsəl üçün onun istədiyi istiqamətə hərəkət edə bilər. Profit yerini bilmədiyi üçün də oturub gözləyir əməliyyatda. Və sonra da geri dönür, onu stop eləyir, zərərlə əməliyyat bağlanır. Və bu adam bir də sınıyır, 2 sınıyır, 3 sınıyır, 4-cüdə alınanda təsadüfi alınır bunun gəliri və bu həvəslənir. Və xırda bir gəlirdən sonra da başlayır riskləri artırmağa. Yəni başdan getdi, kör təbii əməliyyatlar. Əksəriyyəti bax belə ticarət edir. Heç kəsin səbri, həvəsi çatmır ki, bu işi azdan çoxdan öyrənsin ki, ən azından heç olmasa əməliyyat açmamışdan qabaq, heç olmasa qiymətin harda olduğunu biləsiz. Yəni bunu heç olmasa öyrənin ki, stopun yerini təyin edə biləsiniz. Yəni ən azından stop və profiti də 2-3%'lik bir profit məsafəsi olsun ki, heç olmasa bir şeylər qazana biləsiniz. Çox səhlənkar yanaşırlar əksəriyyəti və düşünürlər ki, bugün alınmadı, sabah mütləq alınacaq. İnanın mənə, istəyirsiniz 20 ildə olun tradingdə, bu yanaşmayla heç vaxt qazana bilməyəcəksiniz. Yəni itirə-itirə gedəcəksiniz, zamanınıza da pulunuza da heyif olacaq.